Bəli, setkaların dibi tok. Ay xanım, bir saç təşin. Siz evinizdə suyun çəkilməni istəyirəm. Yox, ay xanım, tok vurur. Suyu çəkmədilər. Axşamdan evə doldu su, indi tok bizi vurur hər tərəfdən. Su deməmişsə evə dolur. Evin ətrafına dolur demişsiniz. Ev dolub, ev suyla xanım, ev suyla dolub tok vurur bizi. Tez bizi evdən çıxartsınlar. Bir saniye xanım, evdə nə qədər su var ki, yuxarı toklara qədər? Xanım 1 metr tok gidrafon var. Deyir burada qonşuda da arvadı vurdu öldürdü. Gidrafonun su qalıb suyun altında, evin padvalda. Padvalda hər yerə tok vurur. Xanım, evin zirzəmisi sizin nə işiniz var? Evin içində deyil. Ay xanım, zirzəmi yox. Zirzəmidən ev su dolubdur. Evimizin içi dolub suyla tok vurur hər yerə. Başa düşürsünüz məni? Deyirəm evdən məni çıxartsınlar. Bu fevqəladə məni evdən çıxartmır məni. Necə şeydir bu? Həyətimizdə evdə suyun səviyyəsi nə qədərdir? Ay canım 1 metrdən çoxdur. 1 metr yarım ucu. Həyətdə yox, evimin içində xanım. Evimin içində tok məni vurur. Su gidrafon evə tok verir. Başa düşürsünüz məni?